Bitki Söhbətə xoş gəlmisiniz. Mən İnayra. Mən də Fidan. Bitki Söhbət necə yarandı? Mən Mən heç oxumamışam, Allah'ım. Nərənlə qrup yoldaşıyıq və hər imtahan sonrası, hər dərs sonrası yemək yeməyə başladıq. Və belə Yemək arkadaşlığımız yaranmağa başladı. Və bir gün yemək yeyərkən belə bir fikir gəldi ki, bəlkə yemək yeyər, psixoloji söhbətlər edək. Həm bizə faydalı olsun, həm də bizi izləyənlərə faydalı olsun. Bugün də Türk kahvesi içərkən sizinlə söhbət edəcəyik. Abi Türk kahvesi yapayım içelim manyak. Mövzumuz bugünkü sosial şəbəkələrlə bağlıdır. Sosial şəbəkənin həyatımıza olan müsbət və mənfi tərəflərindən danışmaq istəyirik. Ən çox da cavanlara olan mənfi təsirlər haqqında danışacağıq. Əslində sosial media, internetin inkişafı bizim üçün çox faydalıdır. Bunun müsbət tərəfdən yanaşsaq. Amma qısqanclıq cavanlarda çox vaxt müqayisə və qısqanclıq hissindən bu mənfi cəhətə çevrilir. Bir də belə bir tərəfi var, hansı ki məni bir az narahat edir, nə mənada? Sosial şəbəkədə aktiv olmayan şəxslər, sosial şəbəkədə aktiv olan insanları çox bir zaman görürəm ki, günahlandırırlar. Tutalım ki, sən niyə həyatını bu qədər yaxşı göstərirsən, sən axı yoldaşına elə deyilsən. Yəni, sanki insanların pis olmasını gözləyir və bunu insanlara göstərmək istəmələrini gözləyirlər. Baxın, yəni sosial şəbəkədə kimlərsə öz həyatını paylaşırsa, bu bir seçimdir. Yəni, heç birimiz, mən düşünürəm ki, səhər oyanıb ağlayan yerdə bütün burada araya girmək istəyirəm biraz. Amma indi bəzən dəyişib o mövzuda. Ancaq müsbətləri yox, mənfiləri də göstərməyə, yorğunluqlarını, tükənmişliklərini, ağlamaqda problemlərini də göstərməyə başlayırlar. Məncə balans qorunmağa başlayır. Bəli, balans qorunmağa başlayırlar. Həm də bu insanların onları göstərdiyi təpkinin nəticəsindən də ola bilər ki, onlar həm müsbət tərəflərini göstərirlər, həm mənfi tərəflərini göstərirlər. Razıyam bu barədə və düşünürəm ki, sosial şəbəkə adı üstündə sosial bir ortamdır. Yəni, adi biz dostlarımız zaman keçirəndə belə, yəni orada durub 99% bütün problemlərimizi ortaya sərmirik. Yəni, bu normal bir şey. Çünki dostlarımızla görüşmüşük, gözəl zaman keçirmək istəyirik. Yəni, düşünürəm ki, sosial şəbəkəni həqiqətən sosial şəbəkə kimi görmək lazımdır. Onu bu qədər gözümüzdə böyütməyə, qloballaşdırmaq və oranın real dünyanın bir eyni yerə kimi görmək lazımdır, önəmsəmək real lazım deyil. Real dünyanla qarışdırmaq lazım deyil. Hətta məsələn nə ola bilər ki, realda belə bir status görmüşdüm ki, realda üzünə deyə bilməyəcəyimiz sözləri, yəni özüm də daxil edirəm, bəlkə də məndə də bu ola bilir. Bir çox insanlar realda bəlkə də kiməsə o pis rəyi deyə bilməz, pis rəyi yaza bilməz, daha doğrusu deyə bilməz. Amma bunu sosial şəbəkədə çox rahatlıqla görünmədiyi şəkildə nə deyirlər, fake səhifələr açaraq bunu edə bilirlər. Yəni o deməkdir ki, içindəki o daxili aqressiyasını ötürməyə çalışırlar və bunu da kimliyini göstərmədən eləməyə çalışırlar. Məncə sosial medianın müsbət tərəfləri nədir? Sosial medianın, şəbəkənin mənə görə indi müsbət tərəfləri ondadır ki, biz çox rahatlıqla səsimizi məncə insanlara çatdıra bilirik. Yəni, istər peşə baxımdan, kimsə deyək ki, özünə bir kafe açıb, restoran açıb, bir iş qurub, məsələn, istər psixologlar olsun. Pulsuz reklam edə bilirsən yəni, pulsuz şəkildə özünün şirkətini və ya işini reklam edə bilirsən. Bu, mən düşünürəm ki, hazırdakı, yəni, adi məsələn, dil öyrənmək istəyiriksə, bunu sosial şəbəkədən də çox rahatlıqla öyrənə bilərik. Çox rahatlıqla, yəni, bir-birimizə hər şeyi əl çatan edir. Hər şey və hər kəsi əl çatan edir. Amma bunu məncə real dünyanı qarışdırmaq lazımdır və məsələn, deyək ki, bir insan realda onu görmüş, hər hansı bir kafe shopda və ya marketdə deyək ki, insan əsəbidir, normal bir situasiyadır. Mən düşünürəm ki, artıq insanlar qayıdıb onda deyir ki, bu sosialda elə deyil, axı mən onu sosialda çox məsələn şirin görmüşəm, çox mehriban görmüşəm. Güləriş görmüşəm. Bu real həyatdır, real həyatda situasiyalar baş verir, hadisələr baş verir, əsəbləşə bilərik. İnsanlar dərhal reallıqla sosialı səhv salmağa başlayır və qarşındakı insanı günahlandırır buna görə. Özümüzdən örnək verə bilərik. Məsələn, psixologlar həmişə sakit olmalıdır, həmişə biz də insanlıq, bəzən əsəbləşə bilirik, bəzən aqressiv reaksiya verə bilirik. Amma bu demək deyil ki, o bizim şəxsi necə deyim, işimizlə əlaqəsi yoxdur. İşdə tamam fərqli, real həyatda tamam fərqli oluruq. Yəni, işi keçmişin bir sözü var, işi işdə bırax, işi evə gətirmə. O məsələdir. Yəni, bir də heç kim məcbur
real həyatda da necə deyim, heç kimə mənfi ötürmək istəmir və ya mən heç kimin mənfisini çox eşitmək istəmirəm. Bir insanlar görüşürsə, bunlar bir-birinin müsbət enerji verməsi, bir-birindən əylənməsi üçün görüşür, bir-birinin enerjisini qaldırması üçün. Yox, bütün günü görüşüb pis hadisələrdən, pis şeylərdən danışırsa, sizə iki dəfə olar, 3 dəfə var, 4-cü dəfədə həmin insan digərindən görüşmək istəməyəcək. Çünki deyəcək ki, ancaq mənfi enerji ötürürsən məndən. Sosial mediada da belədir. Yəni, nə qədər çox mənfi ötürsən, insanlar ondan bezəcək. Ona görə hamı çalışır ki, müsbət tərəflərini, yaxşı tərəflərini göstərsin. Və bu normal bir şeydir. Mən düşünürəm ki, sosial şəbəkə, bəlkə real həyatda təbii ki, bir-birimizdən nələrsə bölüşə bilərik, bizi narahat edən, nə bilim, o an əsəbləşdiyim bir şey, bu emosiyalarımızı bölüşə bilərik. Amma sosial şəbəkə mən düşünürəm ki, 99% günü onunla açır. Yəni ki, səhər oyanırıq, maksimum bir neçə insan ola bilər ki, səhər deyib, su içir, meditasiya edir, sonra gedir telefonu əlinə götürür. Amma əksəriyyətimiz oyanan kimi telefonu götürür və düşünün ki, oyanan kimi storylərə girirsiniz, biri ağlayır, digəri ağlayır, o birisi ağlayır. Mən demirəm, mən özüm də məsələn sosial şəbəkələrdə öz duyğularımı paylaşmağı sevirəm. Amma bu az faizini göstərirəm. Mədəni formada və ya tam yaxşı nəyisə əsəbləşmişəmsə belə ayda, yəni bir dəfə ola bilər. Həmin anı yox, ondan sonraki prosesi, əsəbləşdiyin hadisəni danışa bilirsən də. Hə, ya da ki, deyək ki, bu məsələn nadir olan bir şeydir. Yəni sosial şəbəkə adı üstündə sosial bir ortamdır. Adı üstündə bu reallıqdan uzaq bir yerdir və burada düşünürəm ki, insanları biz bəzən görmək istədiyimiz kimi görməyə çalışırıq. Yəni ki, onları qəriblərə də sala bilirik, sosial şəbəkədə insanları. Bu qədər düşünürəm ki, qəriblərə salmaq lazımdır və bu qədər məncə yüksəltmək də lazımdır. Bu da çox önəmlidir. Tutalım ki, çox görürəm ki, siz ayrılsanız mən həyata küsəcəm. Məsələn, belə cümlələr istifadə edir. Niyə ki, sən, yəni o kimsə ayrılır deyəsə, niyə həyatı küsürsən ki? Özlərini çox özləşdirirlər bəzən bizim cavanlarımız sosial mediada. Ona görə də bu depressiya halları çoxalır. Gənclərdə müqayisə və ən çox da filan kəsin maşını var, evi var, onun filan 20 yaşı var, 25 yaşı var və bunlara sahib olub, məndə niyə yoxdur? Başlayır tükənmişlik eləməyə ki, yəni mən bacara bilmirəm, özünə özgüvənsizlik yaranır və fikirləşir ki, onun əlindən heç bir şey gəlmir də. Amma bu belə deyil. Çünki bu sosial medianın görünən üzü belədir. Arxada olar bəlkə də daha çox əziyyət çəkirlər daha. Amma sosial mediaya yansıtdıqları hasanti həyatdır və bunu pərdə arxasını görmürük. Çünki bu da onu gənclərin daha belə depressiv hala düşməsinə səbəb olur. Razıyam, Nareciğim, sən düşüncələrindən çoxdan gülmürük nəsə. Hə, ciddi söhbətlərə girmişik. Ciddi söhbətlərə biz gülmürük. Bir də belə bir şey baş verir ki, kimsə deyək ki, özünə bir maşın alıb və dərhal belə bir baskı görür. Mən istər sosial şəbəkədə, mən də maşın almalıyam baskısı. Və ya deyək ki, kimsə maşın alıb, deyirlər ki, sən bəs özünə maşın almırsan. Həqiqətən mi sən bu maşını istəyirsən, yoxsa sosial şəbəkədə gördün? Bu da bilirsən, gəlib gördün. Hə, bu da gəlib nəyə çıxardı? Sus baby, sus. Gəlib çıxardı. Özünün nə istədiyini həqiqətən bilməyən insanlar və gördüklərindən etkilənirlər, tüklər demişkən. Və o sürü ilə getməyə çalışırlar və fikirləşmirlər ki, bəlkə mən bunu həqiqətən istəyirəm, doğrudan bu mənə lazımdır, yoxsa gördüyüm üçün, hər kəsdə gördüyüm üçün bunu istəyirəm. Yəni burada sosial şəbəkə gözəl bir yerdir, gözəl bir ortamdır. Sosial şəbəkə sayəsində biz daha çox insana özümüzü, sözümüzü, işimizi çatdırırıq, o heç. Amma sosial şəbəkənin bizim həyatımızın mərkəzində olmasına və bizi idarə etməsinə icazə verməməliyik. Sosial şəbəkə bizi idarə etməməlidir, biz onu idarə etməyə bacarmalıyıq. Hə, bir düşüncə gördü, bir fikir gördü, düşünə bilərik. Bunu filtrdən keçirməliyik. Mən ən doğmalarım olsa belə, bəzən olur ki, storylərini görürəm, yəni fikirdir də. Bu mənə uyğun deyil. Deyirəm və keçirəm. Yəni o insanın fikrini dəyişdirməyə çalışmam, amma qəbul da etmirəm. Yəni hər bir şey bizim zehnimizdə filtr almalıdır. O filtrdən keçirdikdən sonra qəbul etməliyik. Hətta deyək ki, bu video. Bu videoda bizim dediklərimiz sizə uyğun olmaya bilər. Məcbur deyilsiniz bunu qəbul etməyə, sonra kimi dinləməyə, izləməyə. Sadəcə yəni izlədiniz, deyək ki, dinlədiniz, sizə uyğun olanı götürüb qalanını buraxa bilər. Sosial şəbəkəni belə işlətmək lazımdır. Bəli, və ya əks bir fikirdəsinizsə şərhlərdə yaza bilərsiniz. Bir tikə bu dəfə kahve oldu. Bir tikə qatdı.
Bu bizim ilk videomuzdur. Ona görə Kısa olacaq biraz. həm adaptasiya olmağa çalışıb bir-birimizə. Bir-birimizə, həm kameraya. İndi Fidan xanım kameralar qarşısında çıxış edib. Mən o qədər eləməmişəm və ona görə mənim biraz adaptasiya sürəm də var. İnşallah yaxşı olar. Uğurlu olar. Bir kötü